Salam dostlar, kanalıma xoş gəlmisiniz. Bugün sizə məndə evdə olan və 2 ildir artıq istifadə edib yaxşı nəticə əldə etdiyim lazer aparatı haqqında danışacağam. Həm də sizə onun necə istifadə olunduğunu göstərəcəm. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Deməli, mən bu məhsulu Trendyoldan əldə etmişdim. Hardasa 2 il bundan öncə və o zamanlar endirimdə idi. Hardasa təxmini 45-50 manat arası bir qiymətə əldə eləmişəm. Amma hal-hazırda qiymət qalxıb və səhv etmirəmsə 103 manat olmalıdır. Deməli, qutunun içərisində belə bir dəsmal olur. Hər istifadədən sonra ekranı silirsiniz. İndi göstərəcəm onu sizə. Belə bir kabel bununla işləyir. Daha sonra lazer aparatının özünü göstərim sizə. Deməli, lazer aparatı özü belədir. İndi sizə bu düymələri göstərəcəm istifadə edəndə. Bu şəkildədir. Hər istifadədən sonra bu dəsmalla biraz nəm eləyirsiniz. Yaş olmasın, qətiyyən sulu olmasın və ekranı istifadə etdikdən sonra bu şəkildə silib lazer aparatını yenidən qutuya yerləşdirirsiniz. Daha sonra içərisində belə bir eynək var, hansı ki gözünüzü şüadan qoruyur və belə bir şey gəlir yanında. Yəni belə. Bu aparatın onu da qeyd edeyim ki, buz başlıqlı olanları da var. Məndə olan sadədir. Yəni buz başlığı yoxdur. Sadəcə bir başlığı var, özünüz görürsünüz. Məndə olan aparatın atış sayı 1 milyondur və atış sayı bitdiyi zaman yenidən doldurmaq imkanınız yoxdur. O zaman yenisini almalısınız. Amma onu da deyim ki, bu atış sayı yəni asanlıqla bitən bir şey deyil. Bir nəfər istifadə etdikdə hardasa 10-15 il rahatlıqla istifadə oluna bilir. Gigiyenik cəhətdən də bir nəfərin istifadə etməsi daha məqsədə uyğundur. Daha sonra bunu da göstərim sizə. Qutunun üzərində belə bir cədvəl var. Hansı ki siz buradan tüklərinizin rənginə uyğun belə deyək, qərar verə bilirsiniz ki, bu aparat sizdə işə yarayacaq ya yox. Əgər tükləriniz baxın belə göstərim, qızıllı və yaxud da belə çox açıq küllü boz deyilsə və yaxud da çox açıq sarı deyilsə, bu aparat sizin tüklərinizi görür və yaxşı nəticə əldə edə bilirsiniz bu aparat vasitəsilə. Hər istifadədən öncə mütləq istifadə edəcəyiniz nahiyələr təmizlənməlidir. Yalnız diqqət edin ki, tük kökləri yerində qalsın. Sadəcə bizim məqsədimiz uzun tüklər olmasın. Kökü orada qalsın, amma tüklər çox uzun olmasın ki, aparat asanlıqla görüb atış eləyib yandıra bilsin. Trendyolda, eləcə də digər saytlarda daha baha olan və yaxud da daha ucuz olan aparatlar var təbii ki. Amma bu həm orta qiymətlidir, uyğun qiymətlidir, həm də yaxşı nəticə verir deyə. Mən də istifadə edib nəticəsini görmüşəm deyə istədim sizinlə bölüşüm. Mən düzdür çox ucuza almışdım, amma hal-hazırda da elə də baha deyil, orta qiymətlidir məncə və yaxşı nəticə verir. Əsas odur. Kutunun içərisində bir də bunun kitabçası olur, amma mən itirdiyim üçün göstərə bilməyəcəm sizə. Həmin kitabçada düzgün necə istifadə olunmalıdır, belə deyim də hansı rejimlə istifadə olunmalıdır, neçə vaxtdan bir istifadə olunmalıdır, o daha aydın şəkildə qeyd olunub. Səhv eləmirəmsə, ilk başlarda həftədə bir dəfə istifadə etməyə məsləhət görürdü və mən də o şəkildə istifadə edib nəticə almışdım. Videonun üzərindən səsləndirmə eləyəcəm, çünki belə daha aydın olacaq. Gördüyünüz kimi toka taxdıq və başlatma düyməsini basaraq lazer aparatımızı yandırırıq. Mənim aparatım 10 mərhələdən ibarətdir. Yuxarıda görürsünüz 10-cu mərhələdədir. Aşağıda isə neçə atış sayı qaldığı göstərilir. Mənfi düyməsini basaraq mərhələni azaldırsınız. Müsbət düyməsi ilə isə mərhələ çoxalır. Daha yüksək mərhələ, daha yüksək dərəcəli atış deməkdir. Atış edə bilmək üçün lazer aparatını dəriyə yaxından paralel şəkildə otuzdurursunuz. Arxada ağ işıq yandığı zaman flash düyməsini basaraq atış etmək olur. Yəni aparatı boşluğa tutduğunuz zaman atış olunmur. Atış olunması üçün mütləq şəkildə dəriyə yaxından paralel yerləşdirilməlidir və ağ işıq yanmalıdır. Əgər istəsəz, avtomatik flash düyməsini də aktivləşdirə bilərsiniz. Belə olanda sizin tez-tez flash düyməsinə basmağınıza ehtiyac qalmır. Sadəcə istənilən nahiyədə aparatı gəzdirirsiniz və özü avtomatik atışlar edir. Gördüyünüz kimi istifadəsində heç bir çətinlik yoxdur. Sadəcə bir şey məsləhət görə bilərəm ki, aparat tam soyumamış, onu qutusuna yerləşdirməyin. Soyumağını gözləyin, ekranı təmizləyin və daha sonra qutusuna yerləşdirin. Kanala tez-tez video atmıram. Video atanda çalışıram ki, əsasən videolar faydalı olsun. Əgər bu videoda sizin xoşunuza gəldisə və sizin üçün faydalı oldusa, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.